Hər vaxtınız xeyir əziz tələbələr. Bu gün sizə 2026-cı ildə birinci cəhd magistratura qəbul imtahanının izahını verəcəm. Reading mətnlərimizdən başlayaq. İlk suala nəzər yetirək. True-false-la bağlı ilk sualda bir şousunda Darren deməli amatör şahmat oyunçularına qarşı yarışdığını, yəni həvəskar şahmat oyunçularına qarşı yarışdığı qeyd olunur. Lakin mətnə baxsaq, o bu hissədə qeyd olunur 6 professional oyunçuya qarşı yarışırdı. Lakin sualda bizə həvəskar deyir, burada isə peşəkar. Deməli, bu false olacaq. Digər sualda deməli, onun şovlarına həm adi, həm də mürəkkəb triklər, hilələr daxildir. Mətndə bəli qeyd olunub ki, bəzən simple, sadə, bəzən isə çox mürəkkəb növdə triklər onun hilələrinə, onun şovlarına daxil olur. Deməli, bu truedur. Gəldik üçüncü suala. Şovlarının hər birində, hamısında eyni triklər, müxtəlif sonluqlar var. Eyni triklər, müxtəlif sonluqlar. Baxaq mətnə. Burada qeyd olunur ki, hilələr müxtəlifdir, nəticələr isə eynidir. Lakin bizə tamam əksini qeyd eləmişdi sualda. Sualda deyir ki, hilələr eynidir, nəticələr fərqlidir. Lakin burada fərqli verir. Ona görə bu olacaq false. Digər sualda Brown'a müxtəlif triklər öyrədilibdir bir illüzyonist tərəfindən. Hər zaman dərslərimizdə də qeyd edirik ki, məchul ən çox istifadə olunan triklərdən biridir. Dəfələrlə demişəm bunu dərsdə də. Çox diqqətli olun. Brown'a öyrədilib. Baxın, Brown was taught. Brown'a öyrədilib. Lakin mətnə baxsaq, Brown özü öyrənib. Baxın, Brown taught himself. Özü özünü öyrədibdir. Deməli, bu olacaq false. Növbəti sualımızda Brown etiraf edir ki, yəni admit qəbul edir ki, mətnə nəzər yetirək. Hər zaman sinonimlərini görürük biz sözlərin. O özü də qəbul edir ki, he doesn't have any special magical or mind reading powers. Onun hər hansısa bir xüsusi, sehirli və ya fikir oxuyan, şeir oxuyan gücü yoxdur. He doesn't have any special power. İndi baxaq variantda buna bənzər bir cümlə tapmalıyıq. Əslində bu suallar rahat suallardır. Yəni mətnin ümumi məzmununu oxumaq üçün vaxtınız getmir. Məhz bir cümləyə fokuslanırıq. Deməli, mental problemlərdən əziyyət çəkir. Heç o cümlədə elə bir şey demir. O, insanların fikirlərini oxumaqda çox yaxşıdır. Belə bir şey də qeyd olunmur bizə. Tədricən öz sehirbaz kimi öz şöhrətini itirir. Bu da yanlışdır. Daha sonra o, deməli, öz gücü, yəni super gücü üçün məntiqi bir izah verə bilmir. Lakin bizə nə deyirdi? He doesn't have any special power. Hər hansı xüsusi bir gücü yoxdur. Burada da baxın, exceptional, istisnai, possess, sahib olmaq. O hər hansısa supernatural, yəni təbiət üstü bir talanta malik deyil. Bəli, doğru variant olacaq Y variantı. Bunu qəbul edir. Növbəti sualımızda suala cavab tapmalıyıq verilən suala. Deməli, şounun yeni formasını necə inkişaf elətdirir? Mətnə nəzər yetirək, necə inkişaf elətdirir şounun yeni formasını? Deməli, bu hissəyə baxsaq, baxın, burada qeyd olunur. Deyir ki, birinci giriş verir ki, o başlayır yeni şou formasının üzərində işləməyə. Bu hissədə qeyd olunur bizə. He began working on a new kind of show. Sonra izah verir ki, he combined the magic tricks of the hands with the tricks of the mind. Deməli, həm əl, həm də ki, ağlın, yəni sehirlərini birləşdirir. Deməli, biz bu açar sözlərdən istifadə edərək tapmalıyıq. Deməli, baxın, həm əl, həm də şuurla, ağılla bağlı olan məsələ qeyd olunur C variantında. Digər variantları oxuyaq. Deməli, o öz qabiliyyətlərini test eləyir, şahmat yarışlarında iştirak edərək, heç elə bir şey demədi. Real sehirli, deməli, hilələri ağıl oxuma, şuur oxuma gücləri ilə yəni ustalaşmağa cəhd edir, birləşdirməyə bu səhvdir. Orada bizə nə deyirdi? Deyirdi ki, əl ilə olan hilələri şuurla olanla birləşdirməyə çalışırdı. Overlook yəni göz ardı edirdi, etiratsız yanaşırdı, görməzdən gəlirdi. Sehir və auditoriya arasındakı əlaqəni görməzdən gəlirdi. Xeyr.
O, deməli, reallıq və illüziya arasındakı fərqləndirməni öyrənirdi, fərqlənməni öyrənirdi. Xeyr, integrated, yəni əlaqələndirirdi manual, əl ilə olan sehirləri, sehir triklərini, hilələrini mental illüziya ilə. Deməli, doğru variant olacaq C variantı. Növbəti sualımızda fascinated sözünün mənası, yəni cəlb olmaq, burada sifət kimi istifadə olunub, yəni heyran olmaq kimi istifadə olunur. Deceive aldatmaq, distract yayındırmaq, çaşdırmaq, irritate qıcıq olmaq, entertain əyləndirmək. Interested isə maraqlanmaq. Yəni burada hər biri sifət kimi istifadə olunub. Mətnə də bir nəzər yetirək oradakı situasiyasına. Yəni heyran edici, cəlb edici kimi istifadə oluna bilər. Aha, nəsə həmişə onu bu adam haqqında cəlb edirdi. Onları bu adam haqqında cəlb edirdi. Yəni maraqlı gəlirdi bu adam. Deməli, burada doğru variant olacaq interested. Yəni cəlb edirdi, maraqlı gəlirdi. Daha sonra isə növbəti sualımızda hansı sualların cavabı mətndə var? Deməli, Dairy'nin ən məşhur, deməli, daha doğrusu ən əyləndirici şousu hansıdır? Mətndə ən əylendirici şou olmadığına görə göstərə bilmir. Yəni, o mətndə verilməyən bir informasiyadır. Hipnoz və sehirin formaları haqqında nə qədər müddət çəkmişdi onu öyrənmək. Hər hansısa bir data yoxdur bununla bağlı, yəni bir period aralığı yoxdur, müddəti bilmirik. Erkən uşaqlığı necə təsvir edilir? Sadəcə erkən uşaqlığı haqqında bir cümlə var və orada necə təsvir olunmağı ilə bağlı, uşaqlığını necə təsvir edir, bununla bağlı heç bir informasiya yoxdur. Hətta istərsə o cümləyə baxa bilərik. Çox tələbə orada çaşmış ola bilər. Burada heç uşaqlığı belə deyil, karyerasının erkən illəridir, uşaqlığı belə deyil. Və daha sonra isə dördüncüdə, deməli, şoularında hansı texnikalardan istifadə edir? Hər dəfə dərsdə deyirəm, hansı texnika deyirsə, orada spesifik bir adı vurğulamalıdır texnika ilə bağlı. Baxın, texnikalar, like burada kimidir? Magic trick, burada da nədir? Hipnotizm kimi texnikaları istifadə edir. Hansı texnikaları? Magic trick və hipnotizm. Deməli, ikisinin də cavabı, daha doğrusu iki nümunə ilə bunun cavabını veriblər. Deməli, doğru variant 4-dür. Beşincidə isə Brown vaxt keçdikcə nəyi dərk eləyirdi? Burada baxın, bu şəkildə verilir bunun cavabı. Daha çox canlı şou etdikcə o dərk etdi ki, baxın bizə sual necə verildi? Deyir ki, vaxt keçdikcə overtime nəyi dərk elədi? What did he realize? Burada da deyir ki, he realized that. O dərk elədi ki, baxmayaraq ki, o sehirlərini, hilələrini perfect etməyi, möhtəşəm etməyi sevirdi. Yəni, burada sehir və auditoriya arasındakı əlaqənin nə olduğu da ona maraqlı gəlirdi həqiqətən. Deməli, nəyi dərk eləmişdi, bunun cavabı var. 4 və 5 olacaq doğru cavab. Növbəti mətnimizdə isə baxaq. İlk sualdan, exceed burada üstələmək deməkdir. Yəni, əgər insan bədən temperaturu 35 dərəcədən yuxarıdırsa, hipotermiya baş verə bilər. Və burada biz görəcəyik ki, below, yəni 35 dərəcədən aşağıdırsa qeyd olunur. Lakin burada exceed, yəni yuxarı olduğunu qeyd edilir. Deməli, bu olacaq false. Növbəti sualımızda hipotermiyada bədən itirdiyi kimi cəld bir şəkildə istiliyi yaradır. Lakin mətnə baxsaq, baxın, burada sualda bizə deyir itirdiyi kimi, yəni adi dərəcədə veribdir. Eyni leveldə, eyni tezlikdə. Lakin mətnin ilk cümləsinə baxsaq, qeyd edir ki, bədən istehsal etdiyindən, yaratdığından daha sürətli şəkildə, eyni sürətlə demir, daha sürətli itirir. Deməli, bu olacaq false. Üçüncü sualda, deməli, hipotermiya zəiflədikcə insanda daha anlaşılmaz, aydın olmayan nitq yaranır. Baxaq, hipotermiya zəiflədikcə insan nitqi, bəli, burada belə bir şey qeyd olunubdur ki, insan nitqi, yəni aydın nitqlə bağlı problem yaşayır, çaşqınlıqlar yaşayır. Amma nə zaman orada weaken, zəiflədikcə deyir, burada isə intensivləşdikcə, yəni gücləndikcə sözü vurğulanır. Deməli, bu olacaq, yanlış, üçüncüdə false olacaq. Gəldik dördüncüsünə. Titrəmə dayananda bu bir alarm ola bilər ki, insan bədəni həqiqətən də ciddi bir təhlükə altındadır. Titrəmə dayananda deyə burada belə bir məsələ vurğulanır. Baxın, in serious cases, ciddi hallarda
Demək ki, ciddidir bu, təhdid olunan bir şeydir, yəni təhdid edici bir şeydir. Titrəmə dayana bilər və insan çox yorğun hiss edə bilər və s. Bax, burada da sonrakı cümlədə deyir, this is very dangerous. Yəni bu çox təhlükəli bir haldır. Yəni bütün hallarda bizə bunun serious case olduğu, ciddi bir hal olduğu, təhlükə olduğu qeyd olunur ki, serious eyni mənaya gəlir. Titrəmə dayananda bu baş verir. Deməli, doğru variant olacaq burada true. Ə, Gəldik true false suallarını bitirdiyimizə görə növbəti sualımıza mətndən bağlı. Alkoqol, yəni içki, hipotermiya ərzində insanlara necə təsir eləyir? Nəzər yetirək alkoqolu tapaq mətndən. Deməli, bu hissədə bizə deyir ki, alkoqol təhlükəlidir və niyəsini soruşur bizdən, yəni necə təsir edir? Buradadır ki, çünki o insanları ə, yəni istiymiş kimi hiss elətdirir. Baxmayaraq ki, bədən istilik itirir hələ də. Yəni bədən istilik itirdiyi halda hal-hazırda sanki alkoqol o təəssüratı yaradır ki, insanlarda sanki hələ də bədənləri istidir. Burada cümlələrə baxaq. Bədənin temperaturunu artırır yazıbdır. Xeyr, axı sadəcə artırırmış kimi göstərir. Amma normalda bədən hələ də deyir losing heat, still losing heat, hələ də istilik yitirir. Səhvdir. Bədəni qızdırma əleyhinə qoruyur. Xeyr. Ümumiyyətlə burada heç əlaqəsi yoxdur. Qidalanmadan danışır ki, bədənə ehtiyacı olan qidaları qoruyur. Xeyr. Və Y variantı ən çox tələbələrin götürdüyü variantdır. Deməli, o bədənin itirdiyi istilik miqdarını azaldır. Bu o deməkdir ki, sanki yəni bədəni hələ də isti saxlayır. Xeyr, yəni isti saxlamır, sadəcə o təəssüratı verir. Baxmayaraq ki, bədən isti itirir. D variantıdır. O bir hiss yaradır, istilik hissi yaradır, hansı ki bu real deyil. Deməli doğru olacaq D variantı. Növbəti isə paraqraf 3 nə ilə başlaya bilər? Biz paraqraf 3-də görürük ki, birincisi insan başlayır titrəməyə, əllər deməli keyiyir, hərəkətlər yavaşlaşır deyə bir cümlə var. Daha sonra later, daha sonra isə intensivləşdikcə, gücləndikcə insan çaşqın olur və nitqində narahatlıqlar, aydınlıqla bağlı problemlər yaranır. Baxın, birincisi, ikincisi deyəndə bəzən tələbələr düşünə bilərlər ki, burada bu hər hansı bir növündən danışır. Xeyr, axı orada bizə əlamətlər sayır. Birinci mərhələdə nə baş verdi, daha sonra ikinci mərhələdə nə baş verdi. Burada açıqdır ki, müəyyən mərhələlərdən danışır. Yəni çaşqın bir düşüncə riskli davranış pozuntusuna gətirə bilər. Xeyr, heç orada yəni mərhələ ilə bağlı heç nə demir ada. B-də 2 tipi olduğunu deyir. Xeyr, bizə tip yox, onun mərhələsi lazımdır. D variantında hər hansısa bir condition, yəni vəziyyət, deməli, istilik istehsal edən bir vəziyyətin azaldığını qeyd eləyir və ya increased heat loss, yəni istilik itirməsinin artırıldığını qeyd olunur. Xeyr, bizə mərhələ lazımdır orada. Mərhələ ilə bağlı yenə də heç nə yoxdur. Y variantında tükənmişlik insandakı ilk reaksiyadır. Zaten ikinci cümlədə ilk reaksiyadan danışır. Niyə birinci cümlədə ilk reaksiyadan bir də vurulasın? Özdəki ikinci cümlədəki ilk reaksiya tamamilə başqa idi. Bir də xatırlayaq, ilk reaksiya nə idi? Titrəmə. Burada isə tükənmə qeyd olunur. Amma yəni bir dənə biz burada C variantına baxaq görək necə yerinə oturur tam olaraq. Bədən soyumağa başlayanda müxtəlif mərhələlərlə reaksiya verir. Müxtəlif mərhələ, different stage. Məsələn, müxtəlif mərhələ də bunlardır. Birinci mərhələdə titrəmə olur, ikinci titrəmə olur və əllər keyiyir, hərəkət yavaşlaşır. Digər mərhələdə isə deməli, baxın sonrakı mərhələdə isə, yəni getdikcə intensivləşdikcə, gücləndikcə speakingdə, danışıqda aydınlıq pozulur, problemlər yaranır. Və növbəti sualımızda hipotermiya ilə bağlı düzgün variant seçəcək. Baxın, burada deyir ki, müalicəsi yoxdur. Həmişə həyat təhdid edir, yəni həyat riski var və hardly bilirik ki, inkarlıq yaradır, preventable qarşısı alına bilmir. Zaten fikir verirsinizsə, bunların üçü də eyni mənaya gelir, çıxır. Müalicə oluna bilmir, qarşısı alına bilmir, həmişə həyat təhlükəyə atır. Lakin biz burada bir cümlə var ki, üç cümləni də yanlış olduğunu göstərir. Baxın, burada deyir ki, can be treated. Yəni hipotermiya müalicə oluna bilər. Axı burada bizə üç cümlədə də deyir ki, müalicə oluna bilməz, çox ciddidir. Demək ki, biz avtomatik A-nı, B-ni və yeni çıxmalıyıq. Və D variantının səhv olduğunu az öncə gördük. Yəni gözə çarpmır ilk mərhələsində deyir. Lakin biz ilk mərhələsində nə qədər ciddi fəsadların olduğunu, titrəməyə başladığını, əllərin hərəkətlərinin necə olduğunu qeyd eləyir və görürük. Demək ki, ilk mərhələ
gözə çarpmayan bir şəkildə deyil. Bu da səhvdir. Burada qeyd olunur ki, yəni sərtliyi sanki yəni dərəcələnir, müxtəlif sərtliyi var. Baxın, burada da biz o qeyd olunur ki, bircə dəqiqə. Hə, bu hissədə qeyd olunur ki, müalicə olunmağı ilə bağlı. Yəni necə problemin necə ciddi olmağından asılıdır. Yəni müəyyən bunun nələri var, levelləri var. Sərtlik cəhətdən müxtəlif кейsləri var. Deməli, burada doğru variant olacaq C variantı və növbəti sualımızda isə hipotermiyanın qarşısını almaq üçün nə edilə bilər? İlk sualda bizdən o soruşulur. Biz burada görə bilərik isti yer, deməli, nəm paltarları dəyişmək, yorğan istifadə etmək, quru geyinmək, isti paltarlar, küləkdən uzaq qalmaq, yağışdan və ya kifayət qədər yemək yemək və necə deyək, nəzərə çarp ilk hipotermiyanın ilkin əlamətlərinə diqqət yetirmək. Yəni bunların hamısı prevent qarşısını ala bilər. Bir xeyli burada ilkin bizə nə edə biləcəyimizi qeyd edir. Biri cavab olaraq götürəcəyik. Hipotermiyanın ciddi hallarında simptom necə olur? Biz mətndə tapmalıyıq ciddi halları. Baxın, burada bizə deyir ki, in serious cases, yəni ciddi hallarda titrəmə dayanır və insan yorğun olur və yatmaq istəyir. Bu isə çox təhlükəlidir, çünki bədən artıq özünü qoruya bilmir. Yəni bizə də soruşduğu nədir? Ciddi hallarda nə baş verir? Az öncə saydıq in serious cases dedi və başladı saymağa. İkinci cavabı var. İnsan deməli, sərt bir hipotermiyadan nə qədər müddətə müalicə ala bilər, yəni sağala bilər tam. Bununla bağlı hər hansı bir müddət vermədiyinə görə cavab olaraq götürə bilmirik və göstərə də bilmirik. Hansı medikal prosedurlar istifadə edir həkimlər? Sadəcə qeyd olunur ki, burada müalicə oluna bilər və müalicə də onun ciddiliyindən asılıdır. Burada artıq bizə demir ki, hansı medikal bir dəqiqə suala baxaq. Hansı medikal prosedurlar gedir? Bununla bağlı məlumat yoxdur. Beşinci sual yaxşı sualdır. Bizə qeyd edir ki, hipotermiya haqqında ümumi bir inanc nə idi? İlk cümləyə, daha doğrusu ikinci cümləyə baxsaq görəcəyik ki, ümumi inanc nə idi? Çox insanlar düşünürdülər ki, hipotermiya yalnızca soyuq deməli bölgələrdə baş verir. Yəni bu ümumi bir inancdır. Nə olduğunu bizə qeyd edir. Deməli, doğru variant olacaq 1, 2, 5. Artıq reading suallarımızı bitirdik. Gəldik grammar və leksikologiya ilə bağlı olan suallarımıza. İlk sualımız elə, deməli, leksikologiya kimi görünsə də, əslində söz önüylə də bağlıdır həm də. Yəni, ya bura look yazdı, aşağıya up, forward, around, after və ya like yazdı, ya da hazır şəkildə frazaları qeyd elədi. Deməli, zaten mənalara baxdıqda nə isə yəni axtarıb ətrafda axtarıb araşdırmağa çalışmaq, qayğısına qalmaq, bənzəmək xarici görkəm olaraq, səbirsizliklə gözləmək və lüğətdən söz axtarmaq. Deməli, deyir ki, baxın, artiklı, yəni məqaləni tərcümə etməzdən öncə lüğətdə bütün yeni sözləri look up, axtarmalısan. Yəni bu məhz look up-ın mənası look for kimi deyil, lüğətdən söz axtarmaq mənasındadır ki, məncə yetəri qədər cümlədə bizə deməli göstərici veribdir ki, new word var, dictionary var, deməli doğru variant olacaq A variantı. Və gəldik növbəti suala. Yenə həm ayrıcı sualı, yəni tag question, detective question-ə, həm də modal feilləri əhatə edən bir sualdır. Bildiyimiz kimi have to modal feilinin sualı inkarı, elə eyni şəkildə has to və had to-nun sualı inkarı digər modal feillərdən fərqli olaraq do, does, did, auxiliary verb-dən olur. Yəni digər modal feillərdə biz kənə sual verəndə özündən istifadə edirik, should-da və ya may-də özündən istifadə edirik. Hər birində özündən istifadə edirik. Lakin have to-da biz have-in özündən istifadə eləmirik. Do-dan istifadə edirik. Have to-dursa, deməli burada do seçməliyəm. Don't say. Yetəri qədər asan sualdır məncə. Had to deyiriksə didn't olmalıdır, didn't say. Həmçinin has to deyiriksə doesn't olmalıdır. Doesn't she? D variantı. A, B, D. Yəni doğru variant olacaq Y variantı. Növbəti sualımızdan, baxın, ümumiyyətlə gördünüz ki, nöqtələrdən əvvəl isim var, kotej bir isimdir. İsim olan yerdə heç vaxt what götürmək olmaz. Yəni what relative pronoun deyil, təyin budaq cümləsində istifadə oluna bilməz. Bunları çıxacaq. Əlavə olaraq, deməli, biz birinci hissədə görürük ki, nöqtələrdən sonra birbaşa xəbər var. Hər dəfə qeyd edirik, nöqtələrdən sonra birbaşa xəbər hansı halda istifadə oluna bilər? Who, that və which gələrsə birbaşa xəbər istifadə oluna bilər. Bunun da səbəbi odur ki, əgər, baxın burada əvvəldə gələn isim
Canlı olsaydı huyuna zət götürəcəkdik. Əgər burada gələn isim cansız olsaydı, zətlə which götürəcəkdik. Birbaşa xəbərlə stand dayanmaq. Birbaşa xəbərlə V yazmaq mümkün deyil. Sadəcə bu üç nisbə əvəzi istifadə oluna bilər. Yəni avtomatik artıq cavab çıxır ki, kotej hansı ki dayanır, ə, yəni deməli sola dönən yolda. Bu bizimkidir kotej. Deməli doğru variant olacaq A variantı. Növbəti sualımızda make-up dialoqdur. Birinci burada əlbəttə ki, müəyyən triklər var ki, əgər sual verəndə ümumi sualda general question have you checked? Deməli nə gələcək? Not yet, hələ yox. Yoxlamısanmı? Hələ yox. Amma gəlin ümumiyyətlə tərcümə edərək gedək ki, birinci nə gəlməlidir, ikinci nə gəlməlidir. Birincisi başlayacağıq 2 ilə. İnternetdə, dəqiqə, internetdə mükəmməl görünən işlənmiş bir avtomobil gördüm, amma onu alıb almamağımdan əmin deyiləm. 2-ni yazdıq. İndi gələcək növbəti 4. 4-dən nə qeyd olunur bizə? Yəni bunun necə deyim, kilometr, uzunluq, yürüyüşü ilə və servis tarixçəsini yoxlamısanmı? Bu həqiqətən də çox vacibdir. Sonra gələcək 4. Daha sonra isə 3 gəlməlidir. Deməli, 3 dənə qeyd olunur. Yoxlamısanmı? Deyir, hələ yox. Satıcı deyir ki, əla vəziyyətdədir, amma əmin olmaq istəyirəm. 2, 4, 3. Daha sonra gələcək 1. Bunu yəni sınaq eləməlisən, sınaq üçün götürməlisən. Bu vasitələ, yəni bu yolla hər şeyin yaxşı işlədiyini yoxlaya bilərsən. Sonra gələcək 1. Daha sonra isə gələcək deməli 6. Yaxşı fikirdir. Həmçinin heç qəzaya düşüb düşmədiyində soruşmalıyam. Sonra gələcək 6 və daha sonra isə gələcək 5. Bəli, dəqiqliyirəm tam olaraq. Əgər hər şey yaxşı görünürsə, qərar verməsən öncə də qiyməti müzakirə etməyə cəhd et. Yəni buna bağlı danışıq aparmağa cəhd et. Deməli, sonda da gələcək 5. Yəni 2, 4, 3, 1, 6, 5 C variantı olacaq. Növbəti sualımızda, yəni son sualda bu səhv eləmirəmsə, bəli. Sonuncu sualımızda zamanlarla bağlı bir sualdır. Əlbəttə ki, qəbul imtahanının ən önəmli suallarındandır. Olmazsa olmazıdır zamanla bağlı sual. İlk cümlə bizə heç vaxt bəzək üçün verilmir. O mütləq hissə bir göstəricidir. Keçmiş zamanda bir cümlə görürük. Mən evi saat 10-da tərk etdim. Əlbəttə biz bilməliyik ki, növbəti cümlələrdə də biz keçmiş axtarmaq lazımdır. Və indiki olan variantlar çıxmalıyıq. Məsələn, burada have var, yəni present perfect, indiki bitmiş zaman. Bu bizə lazım deyil. Əlavə olaraq A-da, B-də, C-də, okey, digərlərində yoxdur, əla. Zaten son vaxtlarda fikir vermişsinizsə, zamanlarla bağlı düşən testlərdə artıq biz dərk eləməliyik. Yəni çıxdaşla indiki gələcək, keçmiş məsələsi yoxdur demək olar. Çünki verdikləri variantda əksər hallarda distractoru keçmiş zamandan verirlər. Heç indiki gələcəkdə istifadə eləmirlər. Bunun üçün də nə bilməliyik biz? Hər zaman deyirəm, tələbələrin əlindən tutan ən önəmli şey bu olmalıdır. Dərk eləməsiz. İlk baş verən hadisə hansı zamandadır? Bir zaman oxu çəkirik və bilməliyik ki, ilk baş verən hadisə həmişə bitmiş zamanda olur. İkinci baş verən hadisə isə olmalıdır sadə zamanda. Bu hər zaman belədir, gənclər. Deməli, burada Venn görürük. İkinci nöqtədə 1, 2, ikinci nöqtədə Venn görürük və bilməliyik ki, Venn-dən sonra heç vaxt perfekt gəlməz. Baxın, perfektlər çıxdıq. Heç vaxt. Bu, yəni tərcümə ilə bağlı da deyil. Heç bir halda siz orada perfekt verə bilməzsiniz Venn-dən. Qaldı əlimizdə iki variant. Artıq dəqiqləşdirdiyimiz bir şeylər var. Hadn't gone və remembered olacağı dəqiqdir. Bu bizə yetəri qədər artıq fikir verir, yəni situasiyanı qurmaq üçün. Mən saat 10-da evi tərk elədim. Amma deməli, hadn't gone far. Uzaq getməmişdim. Xatırlayanda ki, mən qapını bağlamağı unutmuşam. Bir məntiqən düşünək, ilk hansı hadisə baş verəcək? Xatırlamağım ya getməyim? Xeyr, birinci qapını bağlamağı unuduram. Sonra yolda onu xatırlayıram. Ki, çox getməmişdim ki, xatırladım ki, qapını bağlamağı unutmuşam. İlk baş verən hadisə qapını bağlamağı unutmağımdır. Deməli, burada bitmiş zaman olmalıdır ilk baş verən hadisə, sadə zaman yox. İkinci baş verən hadisə isə nədir? Bizim xatırlamağımız. Deməli, doğru variant olacaq B variantı. Sonuncu sualımız da bu şəkildə. Ümid edirəm sizə faydalı oldu. İkinci cəhdə birincidən qat-qat daha çox bal yığmağınızı arzu edirəm. Hər bir kəsə uğurlar.